Salam əziz YouTube izləyicilərim. Bugün sizə çox maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Mən estetik ginekoloji cərrahi əməliyyatlar çox edən bir cərrah mama ginekoloq kimi mənə çox ünvanlanan suallardan da biri budur. Doktor, vaginoplastika sonrası mən hansı doğum şəklində dünyaya övlad gətirə bilərəm? Bəli, vaginoplastika uşaqlıq yolunda aparılan həm estetik, həm funksional bir əməliyyatdır. Yəni rekonstruktiv, bərpa edici əməliyyatdır. Bu əməliyyatlardan sonra əlbəttə ki, sizin hamilə qalmağınıza heç bir əngəl yoxdur. Çünki bu əməliyyatlar yalnızca uşaqlıq yolunda aparılır. Sizin reproduktiv sistemə heç bir təsir göstərmir. Sizin reproduktiv sistemə heç bir təsir göstərmədiyi üçün vaginoplastika sonrası hamilə qalmağınıza bir əngəl yaratmaz. Lakin vaginoplastika sonrası doğum şəklini seçmək əlbəttə ki, burada diqqətli olmalısınız. Çünki bu əməliyyat uşaqlıq yolunda aparıldığına görə normal doğumla dünyaya uşaq gətirsəz, bu zaman yenidən uşaqlıq yolunda hər hansı bir deformasiyalar və yaxud da cırılmalar, travmalar olma riski ola bilər. Vaginoplastika olmuş xanımlara bildirirəm ki, əgər gələcəkdə ana olmaq istəyirsinizsə, burada heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq doğum şəkliniz operativ doğuş, yəni keysəriyyə doğum olsa daha gözəl olardı. Çünki siz normal doğum şəkli ilə dünyaya uşaq gətirsəniz, bu zaman bizim icra etdiyimiz vaginoplastika əməliyyatları sonradan pozula bilər. Əziz YouTube izləyicilər, bu və bu kimi videolarımın ardını görmək istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın.